tələbəm Xalidə xanımla. Bugün şəhərdə arxa sürmə dərsimizdəyik. Xalidə xanım, inşallah yolumuz şəhərə doğrudur. Yasamaldan başladıq və bir çox yerlər sürdük. Şəhər, Azınıq dairəsi falan gördük. Qaydıraq indi Rüçbatan tərəf, oradan da şəhərə doğru. Maşallah çox yaxşı idarələyirsən. Artıq mən sənin bugün avtomobilə qonaq qismindəyəm. Hoş gəlmişsin mənim. Çox sağ olun hər şey üçün. Sən də sağ olasan. Sən artıq öz avtomobilini idarələyirsən. Mən ümumiyyətlə bilənlər bir də tələbələrin avtomobilini dərs keçmirəm. Amma bugün sənin avtomobilində qonağı avtomobilində. Çünki ayağımın altında pedal yox, əlavə güclər yox, biraz sürətini artır, zəhmət olmasa. Və bu artıq o deməkdir ki, mən sənin sürüşünə güvənirəm və artıq bilirəm ki, səni öyrətmişəm, sən hazırsan yollara. Ona görə də sənin avtomobilində bugün əyləşmişik ki, sürüşünə baxaq, sürüşünü izləyək. Çox sağ olun mənim. Kursumuzdan razısınız, müəllimimizdən razısınız? Çox razıyam. Allah canınızı sağ eləsin. Kursa gəlməmişdən öncə tam sıfırdan gəlmişdiniz, değil mi? Bəli, bəli. Və bugünkü gündə amma öz avtomobilinizi idarələyirsiniz. Mən sizə uğurlar arzu edirəm. Allah yolunuzu həmişə açıq eləsin. Sağ olun mənim. Uğurlar.